Allahın bütün qəzalarında mömin üçün xeyir var. Hər hadisənin ləzzətini al və ləzzətlə yaşa. Bu insan iki şey qazanır. Başına gələn onsuz da gələcək, razısınız, gələcək. Razılıqla qarşılayanda dünyada da keyf eləyirsən. Bəla gəlib gülürsən. Aramsan, axirətdə də cənnətə gedirsən. Narazılıq eləyəndə nə olur? Yenə bəla yerində qalır. Dünyada da əzab içində yaşayırsan, stres içində. Axirətdə də cəhənnəmə gedirsən. İndi seçim eləyin, hansı ağla və məntiqə uyğundur? Bəlanın özünü bir şadlığa çevirə bilərsən, nə ilə? Razılıqla. Kərbəlanı toy bayram səhnəsinə çevirdi İmam Hüseyin razılıqla. İmam Hüseynin sözü buydu, Rizəm bi qəzaik. Ağlayırdı, yanırdı, amma ağlamağın, yanmağın içində zərrə qədər acılıq yox idi. O atifi gözyaşları idi. Mərhəmətdən doğan gözyaşı idi. İçində zərrə etiraz yox idi. Gözəlliklə qarışmış dağ idi, sinəsinə çəkilirdi. Nə itirdi? Dünyada qazandı, axır çətin anlarını belə şirinlik içində yaşadı. Qiyamətindən ki, İmam Hüseynin də danışma. Əleyhissalam buyurur, Ə'ləmun nas billah subhanahu ərzahum bi qəzaih. Buyurur ki, Allahı ən çox tanıyan bəndələr daha çox razı olanlardır. Allahı tanıdınsa, bildinsə, ondan razı qalacaqsan. Narazısansa deməli Allaha bədgümansan. Allaha nöqsan tutursan. Bilirsiniz, bunun əsas problemi bu. Nöqsan deyirsən, niyə belə oldu, niyə yəni düz eləmədin? Düz eləmədin, yəni etirazdır. Allah sənin ən sadiq dostundur. Ən dəyərli dostundur. Dost kimi yaşayaq Allahla. Amma həm ağa, həm dost kimi. Belə yaşayaq. Biz Allaha inanmırıq hərdən. İnanmırıq. İman gətirməmişik. Çünki ondan arxain deyilik. Ondan qisas gözləyirik, intiqam gözləyirik. Biz əsasən nigaran yaşayırıq. Razısınız mənlə ki, biz əsasən nigaran yaşayırıq. Bilirsiniz bizim xoşbəxt anlarımız haçandır? Xoşbəxt anlarımız o vaxt ki, nigarançılığımız biraz azalır. Nigarançılığımız biraz azalanda xoşbəxtdir. Amma həmişə nigaranıq. Biz yaşayırıq aramlığı dadmamış. Aram yaşayan insan, bilirsiniz necə haldadır, onu biz təcrübə eləməmişik. O keyfdədir, keyf içindədir. Biz nigaranıq, nigarançılığımız azalanda sevinirik ki, az nigaranıq. Allah da göydən, göydə deyir, hər yerdədir, indi dilimizdə belədir də göydən. Allah da deyir ki, hey nida edir ki, səni mən yaratmamışam, mənə arxain deyilsən. Mənə arxain deyilsənsə, bəs kimə arxainsən? Məndən layiqli dost kimdir? Biz çoxumuz namaz qılırıq, amma Allahla dost olmamışıq. Dost ola bilmirik. Quran ayəsinə baxın, Əl-əxilləu yevmə izin bə'zuhum li bə'zin aduv illəl muttəqin. Buyurur ki, dostların hamısı bir-birinə düşməndir, təqvalılardan başqa, qiyamət günündə. Dostların hamısı bir-birinə düşməndir, təqvalılardan başqa. Əslində, qiyamət günü bu dostlar var, bir-birinin sağlığını içirlər. Görmüşsünüz o dostları, ən pis günümüz deyib elə olsun. İçir, bundan pis günü yoxdur. Bundan pis günü yoxdur deyib, ən pis günümüz belə olsun. Bir-birinə mədiyələr deyib, dualar oxuyurlar. Mən sənə qurban olum, o deyir, mən sənə qurban olum. Hamısı boş sözlərdir. Quran buyurur ki, bütün dostlar, demir, dost olmayacaqlar. Deyir ki, o dostluqların içində bir düşmənçilik gizlənib. Qiyamətdə görəcəksiniz. Bunu Allah deməsəydi, bəlkə də inanmazdınız. İlləl muttəqun, illəl muttəqin, təqvalılardan başqa. Təqvalılardan başqa niyə? Çünki təqvalıların hamısının bir dostu var idi, Allah. O dostluğun şüasında bir-birini sevirdilər. Deməli, bu ayədən əslində məlum olan budur ki, bir dost var, o Allahdır. Bir dənə dost var, o Allahdır. Başqa dostluqlar da o dostluğun sayəsində dostluğa çevrilir. Yoxsa hər bir dostluğun həqiqəti düşmənçiliyidir, batini düşmənçiliyidir. Coşan Kəbir duası oxuyuruq Qədir gecəsində. Allahı çağırırıq. Allahın müxtəlif adları ilə, gözəl adları sadalayırıq.
Nə gözəl duadır Cövşən Kəbir duası. Bir nəfər deyirdi ki, mən ona qulaq asıram. Məsələn, hər dəfə bir adı ilə ləzzət alıram Allahın. Müxtəlif adların içində. Ya Habibən mən la Habibələ. Ya Rəfiqə mən la Rəfiqələ. Ey sevgilisi olmayanların istəklisi. Ey dostu olmayanların dostu. Ey o şəxslərin ki, hər qapıdan ümidsiz olublar. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm. Yolu gedənlər bu şeirləri Məhəmməd Füzulinin sözüdür bu. Hər kimdən vəfa istədim, ondan cəfa gördüm. Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm. Dünyanın özü bivəfadır deyə dostluqları da hamısı vəfasızdır. Bu dostluqları vəfalı eləyən budur ki, dünyadan çıxsın bu dostluqlar, Allaha bağlansın. Hamısının dostu Allah olsa insanların bir-birinə sadiq dostlardılar. Dünyada dostluq adında bir şey yoxdur. Allah dostluğunun şüasında olarsa, bütün dostluqlar məna kəsb eləyir. Allahı dost bilsə insan aram olacaq. Sizin bir qüdrətli dostunuz olsun. Uşaqlıqda olur, bir dənə dostumuz olur. Deyir, get kef elə həyətdə. Nə istəsən elə arxanda dayanmışam. Bilirsən ki, qüdrətli bir dostum var. Aləmlərin yaradanı olan Allah həmin sözü bizə deyir ki, get, mən arxanda dayanmışam. Bəs arxamda dayanmışsansa, niyə bu başıma problem gəldi? Deyir, mən baxıram, bu lazım idi gəldi. Bu lazım idi. Ona arxalanıb yaşayan insanlar əla biz zikrillah tətməinnül qulub, qəlblər onu yad eləməklə aram olur. Bir dəfəmlik sakit olaq. Bunu mən özümə deyirəm, and olsun Allaha, yorulmuşam bu sözü deməkdən ki, inanın mən burada danışa-danışa vallah çox əziyyət çəkirəm. Əziyyət çəkirəm ona görə ki, danışdığım sözün birinə də layiq deyiləm. Mənim kiməsə ağıl öyrətməyə səlahiyyətim, hüququm yoxdur. Mənim haqqım çatmır kiməsə yol göstərim, çünki özüm bunlara əməl eləyə bilmirəm. Məndən olsa heç danışmaram, Allahdan qorxub gəlib danışıram. Allahdan qorxuram ki, danışmasam da indi mən eləyə bilmirəmsə bəlkə kimsə elədi. Elə bilməyin ki, mən burada bu yolları getmişəm, indi sizə də əstəğfurullah ağıl öyrədirəm. Mənim haqqım, hüququm yoxdur. Saçı saqqalı, ağarmış ağsaqqallar oturub burada mənim elə gənci ağsaqqalından tutmuş, hər birini özümdən layiqli bilirəm bu sözlərə, buna əməl eləməyə. Amma mən olanı deməyə çalışıram ki, Allah bizdən bu halı istəyir, bunu görmək istəyir bizdə. Qəlbimizə müraciət eləyə görə qəlbimiz nə deyir? Qəlbimiz şəhadət verir ki, Allah bizim dostumuzdur. Mən sizə bir söz deyim, insan namaz da qılsa, oruc da tutsa, həccə də getsə, Allahla dost ola bilməsə cinayət eləyib. Cinayət, bunun adını cinayət qoyuram. Çünki bir insan ərhəm rahimin olan Allahla dost ola bilmədisə, o cinayət eləyib. Bunun adı cinayətdir. Ola bilər ki, insan namaz qılsın, oruç tutsun, həccə getsin, Quran oxusun, zikir desin, amma Allahla dost olmasın, bəli ola bilir. İdarədə görmüsünüz bir adam müdürün hər sözünə deyir, baş üstə gedir, onu eləyir, amma müdürünə ürəyində nifrət eləyir. İndi nifrət eləməsə də sevmir onu. Sevmir, sadəcə cəzasından qorxur, əməl eləyir ki, işimi itirməyim. Çoxumuzun bəndəliyimiz belədir bizim. Biz cəza qorxusundan əməl edirik ki, eləməsə əzaba düşərik. Amma biz dost olaraq Allahın sözünə qəlb bağlayıb əməl eləsək, onunla dostluq eləyə bilsək, onda görərik ki, nə qədər xoşdur dünyada yaşamaq, nə qədər ləzzətlidir dünyada yaşamaq. Rəvadır ki, idarə müdürü kimi Allahla münasibətdə olaq. Heç yaraşar, heç layiqdir o Allah ki, deyir, mən bəndəmin aşiqiyəm, mən sizi sevirəm, sizi sevdiyim üçün yaratmışam, sizi xoşbəxt eləmək üçün yaratmışam. Bu Allahı bir idarə müdürü kimi görəsən ki, eləməsən məni o da atacaq, gedim namaz qılım. Bizim çoxumuzun ibadəti belədir, belə deyil, bəlkə mən səhv deyirəm. Biz Allahla dost ola bilməmişik deyə problemlərimiz bitib tükənmir. İnsafsızlıqdır biz bu Allaha belə ibadət edirik. İnsafsızlıqdır.
Allahın xoşu gəlir, bəndəsi ondan razı olan kimi göyün icablarını çəkir, deyir, baxın mənim bəndəmə, mənim mələklərim. Görürsünüz, bəla göndərmişəm, ağırdı, amma ürəyi məndən razıdır. Deyir də, başqa bəlaları göndərməyin, təxirə salın. Bu razılığını bildirdi mənə. Nə qədər bəlanı bizdən uzaq eləyir. Sözümü bitirirəm. Hər gün yuxudan duranda, gün başlayanda sizin üçün Allahla belə münacət edin. Vacib deyil ki, elə hər şeyi ərəbcə deyəsiz. Deyin ki, ilahi, məni sən yaratmısan. Məni sən çox sevirsən. Sevdiyivə görə yaratmısan və bütün işlər də sənin əlindədir. Gün başlayır sənin adından. Mən çıxıram, gedirəm boynuma düşən işləri görməyə. Nə olacaqsa sənin sevgündür mənim üçün. Sevgi kimi, eşq məktubu kimi qəbul eləyəcəm. Hər bir bəlanı, hər bir hadisəni, hər bir neyməti. Mənə fərqi yoxdur, sən mənə neymət verirsən ya sıxıntıya salırsan. Mənim üçün önəmli olan budur ki, mən sənin diqqətindəyəm və sən məni sevirsən. Sevgin varsa, mən hər şeyə razıyam. Son hədisi deyim. Keçən dəfə dedim bu hədisi. Amma istəyirəm onu bir başqa ifadə ilə deyim və sözümü tamamlayayım. Doğrudan da düşünməyinə dəyər. Qiyamət günü mən sizdən soruşuram. Əməl günüdür ya cəza mükafat günü? Qiyamət günü əməl günü deyil. Razısınız? Qiyamət günü əməllər bağlanır. Əməl eləməyə icazə vermirlər. Qiyamət günü nəticədir. Məsələn, deyəsən, ilahi, icazə ver 2 rükət namaz qılın məhşər səhrasında. Deyirlər, namaz bitdi, namaz qutardı. Hətta mən hədisdə görmüşəm ki, cənnəti görən kimi çox istəyəcək səcdə eləsin, namaz qılsın, şükürsün. Allah deyəcək, namaz lazım deyil mənə da. Girin, keyfə gəlmişsiniz burada, sizə deməyəcəklər, sübh tezdən dur, namaz qıl, sübh azanının vaxtıdır. Orada qutardı bu şeylər. İbadət, əməl, hamısı bitdi. Məhşərdə deyənməyəcəksən, qoy namaz qılım, qoy oruç tutum. Əməllər hamısı qüvvədən düşüb. Deyənməyəcəksən, qoy bir vərəq Quran oxuyayım, bir nə sədəqə verim. Sədəqəyə nə ilə verəcəksən? O pul ki var, indi özümüzü onun üçün öldürürük. Kağız kimidir orada, heç nə. Onun nə dəyər var orada, heç nə. Yoxluqdur o. Hər şey ki qüvvədən düşür. Bir dənə əməl var ki, o nəfəs alır, verir, qalır, yaşayır. Qiyamətdə də yaşayır. Heç bir əməlin qiyamətdə xeyri yoxdur. Çünki əməl dünyada qaldı. Orada əməl eləməyə icazə vermirlər. Bir əməl var ki, o nəfəs alır. O hansıdır ki, sən dəfəki dediyim hədisi bir daha təkrar edirəm. Amma bu bəyanla. Deyir, gəlib sorğu-sual eləyəcəklər bir bəndəni. Ağır gələcək, günahı savabından çox olacaq. Başını aşağı salacaq xəzalətdən. Özü də qəbul eləyəcək. Deyəcək, düzdür, mən səhvəm. Aparacaqlar cəhənnəmə tərəf, cəhənnəm də gözünün qabağında. Görür, o odu əzabı görür. O odu əzabı görəndə deyil, amma çönüb arxaya baxacaq. Allah deyəcək, saxlayın bunu, nəsə bunun sözü var. Deyəcək, düzdür, mən günahkaram, qəbul edirəm, bunların hamısını mən eləmişəm. Amma mən səndən bu gümanda deyildim. Mən sənə arxain idim. Mən sənə arxain idim, sən mənim Rəbbim, sən inanmazdın mən o da atasan. Mən sənə o qədər arxain idim, günah eləyəndə də arxain idim. Allah deyər, onu azad buraxın. İcazə verin, geçsin cənnətə. Bu mənə arxaindir. Görürsünüz, razılıq və əminamanlıq, arxainlıq halı Allahdan nə qədər təsirli haldır ki, heç bir əməl təsir gücünə malik olmayanda razılıq dövrəsində bu əminlikdir. Əminlikdən razılıq doğur. Razılığın qaynağıdır. Allahdan əmin olmaq, arxain olmaq görün nə qədər böyük dəyərdir ki, oda gedən adama Allah deyəcək, saxlayın. Bu ki dedi ki, la gözləməzdim səndən. Gözləməzdi, olmaz da deməli. Sən demə, Allah bizdən nə istəyirmiş? Bir dənə bunu istəyirmiş. Bunu istəyirmiş ki, həyatda da belə olaq ki, mən sənə arxainam. Bu arxainçılıq qiyamətdə də bizim əzabdan qurtulmağımıza səbəb olacaq. Dua vaxtı da belə olaq, ibadət vaxtı da belə olaq. 40 mömin toplaşır bir yerdə dua eləyir, hədisdə var. Bunların hamısı layiqli deyil ki. Məsələn, 20'si layiqlidir, 20'si yox, 10'u layiqlidir, 30'u yox. Allah deyir, hamısının duasını qəbul edim, çünki mənə yaraşmaz ki, bu cəmin içindən kimisə kimdənsə ayırım. Belə arxain olaq, həm dua vaxtı, həm ibadət vaxtı, hər zaman bəla vaxtı, bilək ki, işlər onun əlindədir. Bu razılığın əsas
əlamətlərindən, daha doğrusu razılığı doğuran əsas səbəblərdən biridir.